Demək uşaqlar, bu gün qadın blogerlərdən digəri olan Nana Vibe'ın videolarına baxacağıq. Adının tam olaraqdan tam necə olduğunu bilmirəm, ancaq ona mən istifadəçi adı ilə xitab eləyəcəm. Bu gün onun videolarına baxacağıq. Nana Vibe'ın TikTok və Instagram hesablarını açıqlama qismində görə bilərsiniz. Gedək görək nə tər videolar çəkib. Bu arada uşaqlar, 200 milyonluq kanala dəstək olmaq üçün bir də kanala abunə olmağı unutmayın. Həyatın qısa fraqmenti. Yəni məktəblidir. Məzun oldu. Məktəblilər nə tez məzun oldular? Universitet zad yoxdur. İş tapdı. Evləndi. Uşağı oldu. Qocaldı. Həyat bir göz qırpımı qədər yaxındır uşaq. Yox, ölüm olacaqdı ya. Bu da bayağı qəşəng bir videodur. Prosta bütün həyatı deyəsən eyni binanın qabağında keçir. Bilirəm ki, elə bildim uşağı tullayacaq. Bacısının koftasını geyinmək, həyatını sərfini etmək. Mama gildə yaxşıdır. Ay bacım, onu gözlərinizi yiyib baxırsan arvadın yanında. Bir də o koftanı ilə dartışdırır, gör başına nə oynatacağım. Hiç bəsər. Aa, heç nə eləmədim, axı aşağı düşmüşdü, belə yuxarı qaldı. O koftanın parçası səndən bahalıdır. Gülbadan xala, gəlin kömək edeyim qabları yumağa. Sən paraşüt zat düşər. Ay arvadı boyda qabı tək yürür. Kömək edeyim də ayıb. Az yaxşı. Heç mama ev işi görəndə arxamı qaldırıb heç iş görmürsən. İndi nə olub? Təbii gəlib. Təbii gətirəcəm. Təbii gəlib. Hep sıxmasa, yəni mən bacı-bacı ilişkisi yaşamamışam deyə bu videonu çox da başa düşmədim. Ancaq haqlı bir videodur ki, 67 min like alıb. Bacılarını sıradan bilir. Özünsən mal. Mənə deyirsən, telefonu başıma keçirərəm ha. Keçir gör nə edirəm. Poysan da. Sən deyə bilərsən mən yox. Mən deyərəm. Xeyir ola. Mən bacınam sən. Mən sən böyüyəm. Mama dilsəzi birlikdən tapıblar. Sən taparlar, məni yox. Mən dəyərli biriyəm canım. Məni heç kim... Belə pis çıxmasın hə. Mən də indi 2 dənə bacım var da məndən böyük. Yəni onlar da demək olar ki 1 yaş fərq var aralarında. Bir deyib 2 göstər. Ancaq aralarında belə bir söhbət olmuyor bu arada. Yəni evdə çox yaxşı keçirdilər bir-birlərinə. Sadəcə mən də pis keçirdilər. Öz aralarında yaxşı keçirdilər. Belə deyildilər də. Yəni nətər olur bu? Kalbiniz interesinizde kıskamı çekti. O zaman videoyu izleyin. Bize var ne olan sordu Video reklam videosu sandım. bilinmeyen cips, latte ve bulgar biberi. Birdenbire bilendim. Özümü lezzetli olmak istedim. Lakin sonra spakoynileştim. Biberin Spakoynileşdim nədir? çaltını boşaltıp peynirini Bu şey temasıdır bu. Biberin içine şey katıp sonra şey solur. Bildiniz ne demek? doldurup cipsleri içine koydum. Bu cür ne vaxtın teması? 2022 videosu ya. O yüzü bildən ha. Havanıza nuş olsun. Like, comment atmayı unutmayın. Bu kadar da var. O kadar da qəşəng bir şey olduğunu sanmıram. Bu sürtdüyü şey var. Lab nedeniyle ona bildiniz ne demək istəyirəm. Yəni sürtüləbilən pendir belə deyim sizə. O zaten yəni çox dadlı bir şeydir. Yəni üstündəki şeydən çox da bir dadı olmayacaq onun üstündə. Mənim fikrimcə yoxlamamışam. O trend vaxtı YouTuber değildim ona görə. Evin kiçik uşağı. Evdən çıxıram. 2-3 güne bir qayıtmayacağım. Nəzini girdə ya da aydan girdə qalacağam. Yəqin ki başa düşdün deyə. Yaxşı get maman qurban, ehtiyatlı ol oralarda. Mən bir şey başa düşmədim. Və qardaş, normalda böyük uşağa icazə verib balaca uşağa icazə verməməli deyildi. Nə olmaz? Mama, onlar qızlarla çölə çıxıram. Öldür səni orada göstərmək üçün. Oxşayıb da oxşamışlar da biz oxşamayacaq ki. Gedib atası tərəfə oxşayacaq da. Mən yadımdadır ki, mən Yusiflə qonşuyduq da. Yəni qonşuma getməyə belə anam icazə vermirdi. Qapının çölünə çıxmağa belə anam icazə vermirdi də. Yəni mən 7-ci 8-ci sinifə qədər. Yəni bu necə olur? Mən başım çıxmır həqiqətən deyirəm. Anaların dediyi hər şeyin düz çıxmır. Necədir mama? Bəyəndiyin kinayə? Çox şirin qızdır. Təzə tanış olmuşum. Bugünə kimi hansı rəfiqə bəyənmisən ki? Bu qızın gözü sənin əyrincə muradındadır. Ərimsə muradındadır. Nə olub az? Heç nə. Alo, Alo. Nana, Hə Murad? mən ayrılmaq istəyirəm. Nə danışırsan Murad? Deyəsən ana deyil, falsıdır. Mənim anam da məsələn heç bir dostumu sevmirdi də vaxtından. Sonra biraz böyüyəndən sonra sevməyə başladım. Yəni çöldəki bütün oğlanların, çöldəki bütün insanların bizə pis təsir edəcəyini ya da başqa yollar yozacağını fikirləşirlər, ona görə bəs sevmirlər. Yəni böyüdükcə bizim ağıllandığımız ya da bizim özümüzün elə şeylər eləməyəcəyimizi bildiklərinə görə yanımıza o tipdə insanlar almayacağımızı bilirlər, ona görə də güvənirlər. Bəlkə də elədir, bilmirəm dəqiq bu arada. Nə oldu sevgin, nerede qaldı? Qız niyə red flag oldu lan? Yoldadır, gəlir. Aha bax gəlir. O uzaqdan gələndir. Hə. Nə varsan oğlum? Necə görünür?
Sən niyə necə görürsən ki, başa düşmürəm. Üstəki yəni 2 dənə qızın görüşünə bir dənə oğlan niyə gəlir, başa düşmürəm. O necə bir görüş olar ala? Deməli qızlarla qarışırsınız, bu tip paxıl qızlardan, dostlardan uzaq durursunuz. Bir də başa düşmürəm. Yəni danışdığın falan olsa, yəni dart yarda, hə indi onlar sevgili deyirlər, sadəcə danışırlar. Düşüncəsini deyirsən ki, hə mən də onu təsir edə bilərəm də oğlana. Amma ki sevgililər də burada danışılmış bir şey var. Yəni burada bir şey var da başa düşsən, yəni gedib zamanın sevgilisini əlinə almağa niyə çalışsan? Çox mənasızdır. Olsa Kirkos bürüzləri. Video bundan ibarət imiş. Mən deyəcəm başqa fərqli bürüzlər gələcək. Onların moduna uyğun nəsə mahnı falan gələcək. Onu fikirləşirdim. Bu arada mən də şiram. İnşallah sizdən sübürsüz yarın bunları. Qızlar arasında qardaşım çox yaraşıqlıdır. Nə gələcəyini təxmin edə bilirəm. Oğlanlar arasında bazısı çox gözəl. Çünki bilirsən nə tərəfdir? Oğlanlarda məsələn bacı, ana məsələn namus göstəricisidir. Prosta yəni qızlarda kişi namus göstəricisi deyilmi? Niyə deyil ala? Olmalıdır, niyə deyil? Biraz ki oğlanlar arasında bacım çox gözəldir, deyilmir. Zaten deyilmir deyə, deyilsə qan düşər mənasını seçiblər də bu videonun dostum. Mam bir də bu qızın videosuna bax da. Baxın. Gülməli qızdır. Mən birinci dəfə görürəm ki, yəni anaya telefonda nəsə göstərsə, ana da gülə, elə reaksiya verər. Yəni, mən elə fikirləşirdim ki, deyəcək ki, bu nə videodur? Bu gizli videolara baxırsan kim reaksiya verəcəm fikir. Usta, dalının şəklinə bax. Aradan cır, tez ol aradan cır. Bir anlıq həqiqətən usta oldum şəkildə. Prosta usta niyə dil simalikasına ala. Ya bilim kombin dallın falan deyər ki, kombin dallın şəklində şəklinə baxın. Prosta elə deyil yəni. Qızlar sevmədiyi oğlanlarla danışanda. Neçə yaşın var? 21 sənin. 25. Super, tam mənim yaşıma uyğun bir yaşdır. Sevgilin var. Yox, hələ ki sevgilim yoxdur. Əslində düzünü bilmək istəyirsən, neçə vaxtı sənin mənə aşağıdan yeni gözləyirdim. Ay. Neçə yaşın var? Mənə dedi. Aha. Neçə yaşım var idi mənim. Sənə nəyi? Sən məndən danışacaq bir səviyyəyə belə çatmamısan. Yox, sən burada nə işin var? Dur gəl. Sənin dur bu burada. qıza çatmır. Zəkləm gedir də bundan. Buna oxşar bu arada neçədən video baxmışıq. Çox qəribədir. Bəlkə çox hamısı çox açıq sözlü olsaydılar, çox fərqli bir həyat yaşaya bilərdik. Çox ciddiyəm. Prosta bəlkə də həyəcan basırdı, istədiklərini deyə bilmirlər ona görə. Çünki bir sənədərdir. Sevgi gözü ilə baxmadığın bir insanın yanında çox rahat olursan, yəni istədiyin kimi davrana bilirsən də. Prosta bir şeylər hiss eləyəndə, sən özünü beyninin idarə eləmir. Nə idarə etdiyini yaxşı bilirsən. Ürəyim biz evləndikdən sonra harda qalacağıq? Mamamcıla yazaq bax. Bu nə sual? Mamacıyla qalacaq. Gör sənə dedim də. Yaxşı, sən bir dənə söz deyim. İndi belə pis oldun da, məsələn, anasından qalmasan məsələn pis oldun. Okay, normalde düz deyir də, yəni niyə? Sən cütlüsən də, yəni sən adamla evlənsən, anasıyla evlənmirsən ki, anası ilə qalsan. Nəsə burasında deyil söz. Prosta sən bunu əvvəlcədən niyə danışmamısan da indi danışırsan? Yol yaxınsan nə olacaq? Dönmək lazımdır. Altında dolça bürcü var. 6-cı hissi qüvvədir. Ən qıravada hərəkət edilir. Rəqs eləməyi sevir. Bəyəxlar bu 3-dən bürc saymış. Orada dolça bürcü var idi görürsən. Mən sadəcə özümçə baxsam, yoxsunu demədim. Bir yazıb ki, dolça kivisi çəkilmir. Dolça kivisi çəkilmirsə, get apelsinini al. Bazar günü şahtağa gedək. Super, gedək. Orada nə edəcəyik? Xizə sürərik də, kofe içərik. Mən içə bilmirəm. Tamam, onda içki içək. Mən də içki içmirəm. Leley, həm kofenin, həm də spirtli içkinin olduğu yerə gedək. Ayda şaxta çox uzaqdır. Bəlkə başqa yerə gedək. Az yaxşı, Murad çağırsa ağzını açdırma. Anam gel burdadır. Bu dəqiqə 2 nəfər şaxtaq tərəfdarıdır. Yaxşı, bəs neçədə görüşək? Mən saat 5-ə kimi doluyam ha. Mən ancaq səhərləri boşam. 7-də mən evdə olma bilirsiniz, mama gedi qoymur. Nəsə, gələn bazar nə edir? Sən bir dənə söz deyim, bəli. Videoya heç demirəm. Məsələn də Türkiyədəki videonu məsələn Azərbaycanlılar gətirmək çox yaxşı bir şeydir normaldır. Yəni bunu mən də edirəm. Buna prosta söz demirəm. Bu o qədər normal bir şeydir ki, məsələn insanlar bunu yorumlara yazır, onu yazırlar. Yəni elə yazır ki, tanış gəlir Türkiyədən götürmüş falan filan. İnsana gülünc gəlir. Zaten viral olan videoları hamı bir-birinə götürüb çəkirdə normaldır. Yəni mən də onu başa salmağa çalışıram da, yəni dünyada, yəni bütün dünyada insanlar bir-birinə fikir götürürlər. Yəni bloqerlər bir-birlərinə fikir götürürlər və video çəkirlər. Problem bilirsən nədir? Məsələn, problem olardı. Məsələn, kopya. Azərbaycanlı bir insandan kopyalasaydı, məsələn, eyni videonun sözlərinə qədər. O məsələn problemdir. Çünki sən bu ölkəndə çəkən biri var da, sözünə qədər kopyalamamalısan, özündən bir şey qatmalısan. Amma xaricdə çəkilən bir video, məsələn, Türkiyədə çəkilən bir videonu sən özün çəkə bilərsən də, yəni regenerate eləyib çəkə bilərsən o videonu. Bunda son dərəcə normal bir şeydir də, yəni. Buna görə də insanlar listləmək yerinə videoya baxın, sadəcə keçin. Məndən danışanda üzümə bax. Abırsız. Hələ baxır da. Hara baxırsan? Sən məni saymırsan? De görüm hansı oğlan başını oynatırdın? Qız danış da. Ay, sən danışma demədin. Səsimi kəs. Dur cəhənnəm ol gözüm görməsin səni. Bibisinə oxşamış. Hara gedirsən?
Mama sən məndən nə istəyirsən? Danış da. O nə yapırsan? Geç kızı geç. Hani ben cevap verdim hani. Ben seni doğmuşam sen beni yok. Atasına oxşamış. Mən sənə doğmuşam, sən mən yox. Həmin o kopya, şablon söz. Buna oxşar bir dənə video mən də çəkmişdim. Prosta məndə şey idi. Məndə məktəb teması idi. Uşaq çölə çıx deyirdi. Çıxanda deyir ki, nə oldu, niyə çıxırsan falan filan. Hər bir söhbət olmuşdu. Prosta mən çox qısa idi. Bu 35 saniyə video çəkmək. İşdə onda mən, işsiz qalanda mən, işsiz vaxtlarında mən. Abi hərəsi bir dərddə həqiqətən deyirəm, nə vaxt idi? Keçən il idi, keçən il 2024-cü illərdə YouTuber olmamışdan əvvəl deyirəm. Abi, bax elə, işdə olanda, işdə sıxılırsan, ürəyin partlayır, əziyyət çəkirsən. İşsiz qalanda pulun olmur, bütün gün beşər olursa vicdan azabı çəkirsən. İş axtaranda bütün gün iş axtarırsan, yəni bildiyin tərləyirsən iş axtarmaqda. Həqiqətən yaşamaq özü bir zülmdür, sən öldürəm. Ən yaxşısı biz zarvatdır. Bu arada normalde da belə olmalıdır. Normalde mən filmə yoxdur, qorxu oyunları falan oynayıram da normalde. Məsələn, adam yatıb, hə, oynatdığım adam yatıb, hə, şüşə qırılır, pəncərə qırılır. O sonra deyişib, gedib baxmalıyam. Mən olsaydım tərk edərdim ev, qardaşım, gedib baxmaq nədir, ala? Hə, bizi göstərməyə çalış. Şimdi telefonda olsaydı ekranda bizim öz yüzümüz göstər. Elə başlayalım ki, bu başa düşmür. Anaya nəsə danışmaq peşin. Tanıyıram da ad gününə çağırmayanda biraz pis oldum mən də. Niyə çağırmayıb? Bəs soruşmadın? Yox, nə deyim ki, mən niyə çağırmadım? Mən çölə çıxıram. Kimdən gedirsən mama qurban? Qızlarla gedirəm görüşməyə. Hansı az? O sənə ad gününə çağırmayan qız? Hə, o. Kim qoyum qız başı var? Yandı qalıb. Ay qız, sən qürursuzsan. Ay, nə əlaqəsi var? Xeyr olmaz. Getmirsən. Yox. Otur oturduğu yerdə. O sənə ad gününə çağırmayan qapıya getmirəm. Bax, cümlə həvəsim qapıya. Oxşamayıb da, oxşamayıb. Oxşamayıb da, normalde oxşamışlar. Bu sefer oxşamayıb, oxşamayan. Bu arada bilsin nədir? Abi sən dostundan başlayacaqsan da, sən dostundan normalda dostun sən baş salacaq ki, məsələn niyə çağırmamışdı? Belə ki, nə bilim sənin könlünü alacaqdı. Sən anavın könlünü ala bilməyəcəksən prosta. Sən anavın beyninə o dostun xain olaraqdan yazıldı. Fəsil çıxdı getdi, heç nə bilməsən o haqqda. Kamera hardadır? Mən hara baxıram? Əşə heç nə, telefonda qızlarla şərab içdiyimi görüb, indi başlayıb ki, başımıza alkaş olacaqsan. Doğrudan içirsən, düzündür. Meyvə şirəsi idi. Vayedimi, arada içirəm də qızlarla şəhərə çıxanda neyniyim cavanım? Məba, mən Murad çağırır məni, axşam gec gələcəm, mama yola verərsən, yaxşı mən getdim. Mənə nə? Nə dedin? Mamanın olsa Muraddan zəhləsi gedir. İçki içdiyi mamaya deyim. Mama, sən qızın nə olar, olmaz. Getdim. Koftamı da mənə verirsən. Mama sən qızın piyano çıxardı, çıxart 500 manat da ver, ondan sonra deməyim. Şantaja məruz qalmaq həqiqətən çox pis bir şeydir, zibilə qalsın da, yəni Allah heç kəsə o cür duruma salmasın. Bugün sevgili olmağımızın 4 illiği tamam oldu. Ayda ne geçen tebrik ediyorum bizi. Ve şu bundan sonra bir 4 yıl da sevgili qalaq. Ne dersen? Ayda onlar çok geçen olar 8 yıl olur Elə sənin ürəyinləndir. Ayda onlara bax Məhəmməd. Evlənirlər, love story çəkirlər. Ha Allah xoşbəxt eləsin. Nə Allah xoşbəxt eləsin? Bəs biz Allah nə vaxt xoşbəxt eləyəcək Məhəmməd? Xoşbəxt idi onsuz da gəzir idi fakta sən. Məmmədən nə oldu? Belə ruhanını görməmişdim sən. De sənlə nana. 4 illiyimizin şərəfinə sənə bir hədiyyə almışam. Ne diye? Ya benimle evlenirsen ya da ben seni özümle evlendireceğim. Ayda evlenme teklif edirsən mənə. Sən eləməsən mən yox. Neysə buna da şükür ki evlənəcək. Qızlar evdən mən niyə görə təsirlər? O mən çatmır. 4 il sevgili oldu. Bu haqqda danışası çox şey var. Ciddi yöndən baxın bu videoya. Ciddi yöndən baxmayım, onu fikirləşirəm şu anda. Hər videoya çox ciddi yöndən baxıram. Amma buna bu səfər baxmayacağam. 4 illik sevgili nədir? Mən olsam 10 il sevgili qalar. Yox ki, ən yaxın dostu yaxın olmağın 4 səbəb. Görələ bizə aid olanlar olacaq. Bu böyük ihtimal qızlar et. Görələ bizə aid olanlar. Ay qız parkdayım gəlmək istəyirsən. Ad bu elə gəlmişəm. Rəşid var. Rəşid eynilə bəyənsən öldürəndə. Lubo yeri çağırdım gəlirdi ya. Zor idi adam. Kız niye hiç kim beni işe götürmür? Çünki beynin götürdü. Bu biraz ağır oldu. Oğlana bol çox yaraşıqlıdır. Fərqli zövqlər mövzusunda mən də qatılıram bu arada. O üzü böyle. Yəni məsələn mən Nəsiblə olanda məsələn Ramalı Rəşdi Yusuf demirəm. Məsələn mən Nəsiblə olanda məsələn hansısa bir qız məsələn qəşəngdir deyirəm. Nəsib deyir ki, sənin həqiqətən də zövqün deyir ki, heç vaxt normal olmayıb. Deməli belə qayıdıb deyir. Nətər yəni niyə? Yalanımı dəstəkləməsi. Murad gəlir güya demişdim sənə baba rəhmətə gedib görüşməmək üçün yaslayıq. Selam Murat, babam eve gidip. Rahmete gidip öyle. Dayım abi. Abi yalan dəstəkləmə söhbətini ay zibi keçən il Ramal yadıma düşdü. Bir dənə söhbətdə yəni bildiyin qarşındakı adam dəstəkləmişdi. Həqiqətən hayal da yadımdan çıxmır da o sən öldürəndə. O ağzın çıxmalı belə falan. Qızlar üzr istəyəndə. Yaxşı da lazım üzr istəyirəm. Gəl barışaq. Yaxşı, bağışladım. Nana, elədiklərim üçün üzr istəyirəm. Bağışla məni.
Sonra üzr istə. Sonra üzr istə. Aynen, qurban olum da. Başıma dönüm sen. Abi kulak astı, qurban olum. Aa, ne olur, hep dinle beni da. İndi məsələn də indi oğlanın keçdimi, indi qızın elədiyi hərəkətdən danışır da indi bu dəqiqə. İndi elə reaksiya verəndən sonra sizin aranız necə düzələcək? Adam indi üzr istəyib də, yəni qürurun ayaqlarının altına atıb gəlib səndən üzr istəyib. Sən ona elə reaksiya verəndən sonra sizin aranız necə düzəlməsini gözləyirsən? Çox. Nə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Nananın Instagram və TikTok səhifəsini açıqlama qismində görə bilərsiniz deyirəm və bu videomu burada sonlandırıram. Daha çox qadın bloqerlərin videolarına baxmaq istəyirsə bu videoya like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə.